بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين له الحمد في الأولى والآخرة وله الحكم وإليه ترجعون أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم إياك نعبد فاجعل عبادتنا خالصة لك مأجورة منك بعيدة عن الرياء والشرك وعن التقرب إليك بما شرعته شياطين الإنس والجن وإياك نستعين فأعنا بمددك الذي لا حد له ولا تكلنا إلى أنفسنا طرفة عين أو إلى باب غيرك ولا تذلنا بالخضوع لسواك وتقبل منا إنك أنت السميع العليم وتجاوز عن ذنوبنا وتقصيرنا وهذا حالنا لا يخفى عليك فاغفر يا غفور وارحم يا رحيم آمين. Bu kısa söhbətdə bizim Allah'ın adı anılaraq kəsilən ətlərin halal olmasına dair dediyimiz söze görə bizi təkfir edən bəzi insanlara qısa bir cavab olaraq inşallah danışacağıq. Yəni əvvəl onu deyim ki, Resulullah sallallahu aleyhi ve sellem buyurduğu kimi, yəni hədisləri biz oxumuşuq inşallah Səbil Rəşad dərsində, ona görə zikr etmirəm. İstəyən ora baxa bilər. Sənədi ilə birlikdə oxumuşuq. Ravilərin rütbəsini zikr etməklə birlikdə oxumuşuq. Hədislərin yəni məzmunu budur ki, bir nəfər digərinə kafir desə, o ikisindən biri kafirdir. Yəni onlar bunu deyiblər və indi iki tərəfdən biri kafirdir. Ya onlar ya da biz. Yəni biz nə demişik, nə deyirik, onu inşallah zikr eləyəcəyik. İlk başda yəni Rəbbimizin bir ayətini oxuyuruq ki: "Və la ya'tunaka bimməsalin illə ci'naka bil haqqi və ahsana təfsira." Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq biz sənə haqqı və ən yaxşı təfsiri verməyək. Furqan 33. Hər bir şübhənin, hər bir sözün cavabını biz elhamdülillah ki, vəhiy ilə cavab veririk. Bu da Quran və səhih sünnətdir. Allah Azze ve Celle Rabbus semavati vel ard, semaların ve yerin Rabbi buyurur: "Fekulu mimma razakakumullahu halalan tayyiba veşkuru ni'metallahi in kuntum iyyahu ta'budun." Allah'ın size verdiği halal ve pak rızıklardan yiyin ve eğer Allah'a ibadet edirsinizsə, onun nimetine şükredin. Ve başka ayette buyurur: "İnnemâ harrama aleykumul meytete ve'd-deme ve lahmel khinzîri ve mâ uhille li gayrillahi bih. Femen yetturra gayra bağin ve la adin fe innallaha gafurur rahim." O size ancak ölü heyvanı, qanı, donuz ətini ve Allah'tan başkası üçün kəsilən heyvanı haram etmiştir. Herkes harama meyil etmeden ve haddi aşmadan bunlardan yemeye mecbur kalarsa ona günah gelmez. Həqiqətən Allah gafurdur, rahimdir. Başka bir ayette buyurur: وَلَا تَقُولُوا لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَذَا حَلَالٌ وَهَذَا حَرَامٌ لِتَفْتَرُوا عَلَى اللّٰهِ الْكَذِبَ إِنَّ الَّذ۪ينَ يَفْتَرُونَ عَلَى اللّٰهِ الْكَذِبَ لَا يُفْلِحُونَ. Dilinizin uydurduğu yalana esasen yalana göre bu halaldır, o haramdır demeyin. Bununla Allah'a karşı yalan uydurmuş olursunuz. Şüphesiz ki Allah'a karşı yalan uyduranlar nicat tapmazlar. Bu zikr ettiğim ayetler Nehl Suresinin 114, 115, 116 ayetləridir. Ümumiyyətlə, ayetler okunarkən nömrə zikr etmək o kadar ihtiyac olan bir şey değil. Özüne Müslüman diyen birisi daima Kur'an-ı Kerim'le uğraşmalıdır ki, ayet zikr olunan kimi Kur'an'dan olduğunu ve hansı sureden olduğunu bilsin. Biz ne demişik ayetlerle bağlı? Yani bir şəxs yazısı yazılıb, paylaşılıb zənnimcə inşallah. Yani niye göre bizi təkfir ediblər? İnşallah biz onu, yani ayetleri okuyuruq onunla bağlı. Allah Subhanahu Teala buyurur ki: "Fekulu mimma zukira ismullahi aleyhi in kuntum bi ayatihi mu'minin." Eğer Allah'ın ayetlerine iman etmişsinizsə, Allah'ın adı anılaraq kəsilən ətlərdən yeyin. وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللّٰهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُمْ مَا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ وَإِنَّ كَثِيرًا لَيُضِلُّونَ بِأَهْوَائِهِمْ بِغَيْرِ عِلْمٍ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ. Allah, məcburiyyət qarşısında yiyəcəyiniz şeyler istisna olmakla haram buyurulanları təfərrüatıyla sizə bildirdiği halda üstüne onun adı çekilenlerden ne için yemeyesiniz?
Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub insanları doğru yoldan azdırırlar. Həqiqətən sənin Rəbbin həddi aşanları daha yaxşı tanıyır. Və bununla bağlı yəni qavlun fasıl, yəni ayrıcı və həllədici bir sözü Ənam surəsi 145-ci ayədə Allah Subhanahu və Teala bizim ilahımız, bizim Rəbbimiz, bizim tabi olduğumuz ilah, iman etdiyimiz ilah bunu belə buyurur. Qul və həmçinin iman etdiyimiz Rəsul Muhammed ibn Abdullah sallallahu aleyhi ve sellemə əmr edərək Allah azze və cəllə buyurur ki, Qul la acidu fīmə uhiyə iley. Və diqqət eləyin, ayətlərə iman gətirmək lazımdır. Allah Subhanahu və Teala buyurur ki, de ki, Qul la acidu fīmə uhiyə ileyyə muharraman alə ta'imi yət'amuhu illə ən yəkuna meytətən əv dəmən məsfuhən əv ləhmə xinzirin fə innəhu rics əv fısqan uhillə li qeyrillahi bih fəmən yetturra qeyrə bağin və la adin fə innə rabbəkə qafurur rahim. Diqqət eləyin, Allah Subhanahu Taala'nın kəlamına diqqət eləyin. De, mənə gələn vəhiylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, təkrar oxuyuram həmin yeri, de, mənə gələn vəhiylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Hər kəs harama meyil etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Şübhəsiz ki, Allah Qafurdur, Rahimdir, yəni bağışlayan və rəhmlidir. Yəni, qəlbini və ağlını insanlara etibar etməyən, insanlara təslim etməyən, onu bunu təqliddə ittiham etdiyi halda özü təqlidin içində üzən birisindən başqa, heç kimsə bu ayətdən sonra deyə bilməz ki, kafirin kəsdiyi, yəni mücərrid olaraq kafir kəsibsə haramdır. Çünki bu ayətdə Allah Subhanahu və Teala Rasulullah sallallahu aleyhi ve sellem əmr edərək deyir ki, de ki, mənə gələn vəhiylər içərisində, bu vəhiyin içərisində bunlardan başqa yemək yiyənin yiyəcək şeyində haram ətlərdən heç birisi yoxdur. Bunlar nədir? Ölü heyvandır, axar qandır, murdar sayılan donatır və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvan. Burada varmı kafirin kəsdiyi? Allah üçün soruşuram. Kafirin kəsdiyi mütləq olaraq haramdır deyənlərdən soruşuram. Hardan çıxarırsınız bu hökmü? Allah Subhanahu taala deyir ki, burada Qul la acidu fīmə uhiyə ileyyə muharraman alə ta'imin yət'amuhu. Alə ta'imin yət'amuhu. Yəni, yemək yiyənin yediyi şeylər içərisində bundan başqa haram bir şey görmürəm deyir. Yəni, bunlar Allah Subhanahu taala sayır. Ölü heyvan, yəni leş, meytə, axar qan, dəmən məsfuh, yəni axar qan, bir də murdar sayılan donuz əti, bir də Allahdan başqasının adı ilə kəsilmiş heyvanlar. Bunlardan başqa haram bir şey görmürəm. Biz də bunu demişik, başqa bir şey deməmişik və müxaliflərin ancaq bu sözləri var ki, Abdurrazaqın Musannəfində filan kəsin, yəni birincisi o rivayəti heç kim oxumayıb. Elhamdülillah biz oxumuşuq. Yəni o rivayətin heç bir şeyi yoxdur, heç bir səhihlikdən əlaqəsi yoxdur. Çünki onu danışan demək tabiin belə deyil, deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə dedi. Yəni tabiin olmayan birisi, olan birisi Rasulullah sallallahu əleyhi və səlləmə hədis eşidə bilər. Ki, yəni mümkün deyil ki, hədis ayətə müxalif olsun. Ayətdə bu deyir ki, mənə vəhy olunan şeylərin içərisində bundan başqa haram bir şey yoxdur. Və bundan sonra yəni durub bir insan deməsi ki, yox, Maidə surəsində Allah Subhanahu taala deyir ki, "Və ta'amul ladina utul kitaba hillul lakum və ta'amukum hillul lahum." Kitab əhlindən yeməyi sizə halal qılındı, sizin yeməyiniz onlara halal qılındı. Bu ayət deməli göstərir ki, Xristiyan və Yahudidən başqasının kəsdiyi halal deyildir. Yəni biz soruşuruq ki, orada kəsilənətdən söhbət getmir. Ta'amukum gəlir. Yemək. Hər bir şey yemək, yəni yeyilən hər bir şey buna yemək deyildir. Burada ət və yaxud da kəsilmiş heyvana söhbət getmir. Ona görə də yəni özlərinizdən dilinizi ora bura əyməklə, yəni ona halal, buna haram deməkdən çəkinin. Allahın ayətlərini oxuduq burada. Və Allah Subhanahu taala deyir ki, Rasulullah sallallahu əleyhi və səlləm əmr eləyir, deyir ki, de ki, mənə gələn vəhiylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Ona görə də inşallah
Yəni bu insanlara biz tövsiyə edirik ki, Quran oxusunlar və Qurana iman gətirsinlər. O Suud şeyxlərinin fikirlərinə, Suud şeyxlərinin sözlərinə iman etmiş, Quran sünnəti bir kənara buraxmış insanların sözləri ilə ona buna kafir deməsinlər. Rasulullah sallallahu əleyhi və səlləm buna təkindirib və ikisindən biri kafir olur. Biz bunlardan başqa bir şey deməmişik, demirik, demədik inşallah Allah Subhanahu sayəsində. Biz bu ayətlərin dediyini deyirik, başqa heç bir şey demirik. Əgər biz görsək ki, hər hansı bir şəxs o heyvanı Allahdan başqasının adını kəsirsə, bu ayətlərin nassi ilə o haramdır, o yeyilməz. Amma Allahın adı onlara kəsilirsə, ona heç kim haram deyə bilməz. Və axiru da'vana elhamdülillahi rabbil alamin.